Salam dostlar. Mən son günlər həyatımın ən ağır günlərini yaşayıram. Anamı itirmişəm. Valideyn itkisi yaşayanlar bunu çox yaxşı başa düşür. Bu, sözlə ifadə oluna bilməyən, təpədən dırnağa bütün əzalarını, hisslərini, düşüncələrini donduran çox dəhşətli bir duyğudur. Nə danışmaq, nə susmaq, nə kimisə dinləmək heç biri səni sakitləşdirə bilmir. Amma mən bunu da başa düşürəm ki, həyatın ən dərin mənası ən dözülməz anların içində gizlənir. İkinci Dünya Müharibəsi zamanı 3 il Almanların ölüm düşərgəsində müxtəlif işgəncələrə məruz qalan, orada anasını, bacısını, qardaşını itirən Yahudi əsilli psixoloq Viktor Frankl deyirdi ki, əgər həyatın bir mənası varsa, onda əzabın da bir mənası olmalıdır. Mən də bu düşüncədəyəm. Çünki bəzən səni sakitləşdirən, səni yaşadan sevinç deyil, məhz mənası olan ağrılardır. Mənim yaşamaq səbəbim isə artıq bu acını işığa çevirməkdir. Acıdan qorxmayın, həyatı isə sevin.